Salam əziz şagirdlər, əziz abituriyentlər, xoş gördük sizləri. Bugün sizə 2025-ci il test toplusunda olan 73-cü sualın üçbucaqlar bölməsində, düzbucaqlı üçbucaq bölməsində olan 73-cü sualın izahını verəcəyəm. Baxaq, məsələdə bizə deyir ki, ABC bərabər yanlı üçbucağında A təpə nöqtəsidir, demək burada AB və AC nədir? Yan tərəflərdir. Şərtlərdən görünür. Buradan tangens alfanın qiymətini bizə verib 4/3. Biz bunu belə deyək də, tangensi burada göstərmək üçün, məsələn, C təpə nöqtəsindən AB yan tərəfinə perpendikulyar bir parça çəkirik. D hərfi ilə işarə eləsək bunu. Tangensin tərifinə görə onda DC-miz, yəni burası, tutaq ki, 3K olarsa, bura nədir? 4K olacaq. Tangensin tərifinə görə qarşı katetin biçki kateti, yəni A bucağı üçün. Belə olacaq. Deməli, Pifagor ədədlərinə görə onda AC yan tərəfi olacaq 5K. Bərabər yanlı üçbucaq olduğundan bu tərəfdə 5K olur. Demək, burada BD-nin yerinə, yəni nə qədər qalır? K qalır. Və o bizdən nəyi soruşurdu? B bucağının, yəni tangensini soruşur. Onda tangens bucaq B nəyə bərabər olacaq? Tangens bucaq B bərabər olacaq. Demək, 3K bölünsün K şəklində. Burada K'lar, yəni ixtisar gedir, qalacaq nə? 3. Deməli, cavab olacaq. Yəni B bucağının tangensi 3 olacaq.